Belə mollalar eləyir, Allah hamını uzaq eləsin. Mənim ən qorxduğum şey söyüş məsələsidir. Mən insan dilinin həm insanın o acizliyin, zəifliyin, qorxalığın, bədbəxtçiliyin bildirir də. İç dünyasının kimliyini o dillə ortaya qoyur. Əslində kimdir? Yəni bunun mənəviyyatı nə haldadır? Hər bir halda. Baxsan ki, o biri sahələr həkimdir, polisdir, müəllimdir, qəşəng səviyyə danışır, mədəni danışır, səbirlə danışır. Gəlsən bizim ixtisasımıza, bizim sahəmizə baxsan ki, müəyyən sahəsi dəlixanadır. Bir-birini söyənlər kim, nə eləyənlər kim. Başqa sahədə olsa bəlkə desən ki, hə, məsələn bunlar dindən xəbəri yoxdur, bilmirlər əxlaq nədir, nə bilim də, yalan danışma nədir. Amma biz ikiqat bunu bilirik və ikiqat əməl etməliyik. O üçün deyirəm ki, biz gələk nümunə olaq, hər bir cəhətdən biz din əhliləri, din xadimləri və böyüklərlə çağırsınlar ki, hər hansı bir şəxsin hər hansı bir qüsuru varsa, həm də onu atmasınlar molla məşrəbinə. Qoysunlar uşaq uzaq başa ölsün, oxuya bilər yazsın. Amma bu gəlsin sabah cəmaatın başçısı olsun, molla ki, məclisi aparan olsun, cəmaata aparsın arxasız, girək qəbir üstünə, gələ qəbir üstünə, fatihə verə, bu sabah nə cür idarəçilik eləyəcək? Hamı istəyir ki, məni idarə edən adam ağıllı və ədəbli olsun. Belə, oraya çalışaq ki, valideynlərin boynuna və bizim boynumuza düşür nə məsuliyyət. El-Mücahidin dil ölçü vahidində qarinin şəxsiyyəti diqqət marağındadır bunun. Bu qabağa çəkir. Qariyə xüsusi diqqət ayırır, ona qiymət verir. Onun etiqadı vardır ki, qiraətə önəm verdiyimiz kimi, qari də önəm verək. Qari kimdir? Məscid yəni. Sonra, o ki, məsələn, İbn-i Xaləviyyə, Məkki İbn Əbi Talib, Kəbaşi, İbn-i Cəzri, onların ki, deyir, bu 4 nəfərin ölçü vahidlərində əsas şərtlər ki var, onların ikisi, yəni müshəf, ərəb ədəbiyyatına, qrammatikasına uyğunluğu və Osmanlı müshəfin çapı ilə uyğunluğu deyib. Bunlar hamısı deyir, hələ 4-də, 5-də demək olar ki, hələ bu şərti deyirlər. Əlbəttə, Məkki İbn Əbi Talibin ölçü vahidi ilə İbn-i Cəzrin ölçü vahidində cüzi fərq var. O da budur ki, Məkki İbn Əbi Talib deyir ki, gələk qiraət ərəb ədəbiyyatından qrammatikasına uyğunluğu olsun, %100%. Üstün qayda-qanunlar ki var, onu əhatə eləsin. Amma bir halda ki, İbn-i Cəzir deyir ki, yox, istər o ərəb qrammatikasının məşhur qayda-qanuna uyğun olsun, istər zəif qayda-qanunlarla uyğun gələn sözləri də biz qiraət ünvanında qəbul edirik. O, onun fikridir, hamısının fikri deyil. Sonra, İbn-i Xaləviyyə sənədin səhhətinə, məsələn, filan kəlmə belə oxunmalıdır, düzdür? Bu kəlmənin sənədi hardandır? Bu kimdir? Ravisi kimdir? Bu sənədin doğruluğuna deyir, diqqət edir, onu əsas önəmli şərtlərdən saymışdır. Sonra, çox güclü ehtimal, yəni daha çox ehtimal budur ki, İbn Mücahid və Məkki İbn Əbi Talib, İbn Mücahid və Məkki İbn Əbi Talib, deməli, qarinin məntəqəsinin cəmaatının icması, yəni qari harda yaşayır, filan məntəqədə, o cəmaatın deyir hamısı, bunu deyir sənəd, bir deyək, bunu oxuduğun qəbul eləsinlər. Desən ki, bəli, bu adam etibarlıdır və biz bunun həm şəxsiyyətinə hörmət edilir, çünki bu adam bizdə neçə il yaşayır, rayımızda, kəndimizdə, şəhərimizdə, bu adam fırlaqçı deyil, həm etibarlı insandır, həmin insandır, həm də savadlı insan olduğu üçün bunun əlində sənədlərə, sübutları var ki, filan kəlmə belə oxunmalıdır. Sonra, belə bir məsələn içində xülasə elə bilərik ki, mütəvatir qiraətin, mütəvatir, yəni həddindən artıq olan, danılmaz faktlı olan qiraətin rükunları var. Kökləri var. Nəyin əsasından qurulur? Hansı şərtlərə cavab verilməlidir? 1. Sənədin səhihliyi. 2. Osmanlı müshəfinin çapı ilə uyğunluğu. 3. Ərəb ədəbiyyatına uyğunluğu. Burada müəyyən bir izahlar var. İnşallah mən çalışacağam ki, bu 10 dəqiqə ərzində bunları deyim. Asan dərsdə, asan da inşallah. Gələn dərs qəşəng maraqlı dərsimiz olacaq. Və sonra qutarır yəni. Bizim qalıb
uzaq mən düşünürəm ki, 2 dərsimiz qutarar inşallah. Mötəbər qiraətlərini dedik. O 3 dənə rükun ki var. Rükun, rukun. Ruku, yox, ruku namaza aiddir. Axırı ayndir, o əyilməkdir. Rükun. Yəni kökü də nəyin üzərindən qurulur? Sütunlar. Bu mötəbər qiraətlərin sütunları barəsində burada izahları var. Hansılardır? Sənədin, yəni ki, qiraətin də oxunuş sözünün etibarlığı, ərəb ədəbiyyatına uyğunluğu və Osmanlı rəsmi xəttinə uyğunluğu. Burada da müəyyən bir məlumatlar verilir ki, bu nə deməkdir? Yəni, elmin faydalı olmaqlığının şan-şöhrəti. Yəni, elə bir elm olmalıdır ki, elə sözlər ki, baxın, bu sözün bir elmi faktları yoxdur. Elmi söz, elmi faktlarla etməli sübut ki, bu araşdırmaçılar da bu rəyi irəli sürsünlər. Bəli, filan kəsin oxuduğu tərz, qiraət növü qəbuldur. Biz mühəqqiq araşdırmaçı, təhqiqatçıyıq və onun sözünü qəbul edirik. Yəni, məşhur ravilər, məşhur mühəqqiqlər nəzərində o qarinin oxunuş tərzi də qəbul olunmalıdır. Cəmaət də qəbul etməlidir. Bunun əxlaqın və insanlığın və elmin və o dəyərli alimlər də, söz sahibləri də. İkinci, alimlər tərəfindən bunun birinci həm şəxsiyyəti barəsində, ikinci budur ki, oxunuşu tərzi barəsində rəylərinin təvatur olması. Bir də iki də alim yox. Çoxlu sayda alimlər o qarinin oxunuş tərzini qəbul etməsi barəsində eşidildi fikirləri. Hamımızdır ki, bəli, bu adam etibarlıdır. Üçüncü, İbn Cəzrinin nəzəriyyəsinin təvatürlüyü. Nə deməkdir bu? İbn Cəzrinin nəzəri ki, oxumuşu, onun burada nədir məqsədi? Qiraətə aid olan rivayətlərin sənədi gərək doğru olsun. İnsana o arxançıq versin, ürək rahatlaşsın. Qətə deyərlər də, qəti sudur. İnsan ürək rahatlaşır, deyir, ürəyimdən deyir, ox çıxartdım. Belə bir söz var da. Yəni, tam rahat olun ki, bəli, sən oxuduğun qiraət etibarlı mənbələrə əsaslanmışdır. Və fərq eləməz, bu rivayət etibar təvatür həddində olsun, mümkün az da olsa, təvatür həddindən az həddə olan rivayətlər də olsa, hər bir halda o qiraətin etibarlığı barəsində bunların əlində faktlar olsun. Bütün alimlər qiraətə aid rivayətlərin sənədinin səhihliyi barəsində bu fətva veriblər ki, o olmalıdır hökmən. Məsələn, filan kəlmə belə oxunsun. Deyir, niyə belə oxunmalıdır? Bunun sənədi hardandır? Bunu Peyğəmbər oxuyub. Bax, bu barədə bütün alimlər burada şərt qoyublar. Bu Qur'andır da, bu zarafat deyil ki, sən elə oxuyub, bu belə oxusun, biri vələ zalim, biri qayri zalim, belə bazar açmaq lazım deyil. Onun kəlmənin nəzr oxunması barəsində bizim də əlimizdə etibarlı mənbə olmalıdır ki, bizə ona elm yaransın, rahatlaşaq, bizə fakt ver ki, bu kəlmə belə oxunur Peyğəmbərin dövründə filan tarixi mənbələrə əsasən, həm mənbə də ki, etibarlı olması şərtinə.